Salam dəyərli xanımlar. Bugün sizə iki gözəl məhsul təqdim etmək istərdim. İlk öncə olaraq bu məhsulumuzu, artıq hər kəs bu məhsulumuzu sevərək istifadə edir, amma bəzi xanımlarımız düzgün istifadə etmir. Sobadırsa sobanı istər-istəməz qızdırıb bundan çəkirik və yaxud da qazandırsa qazanı təmizləmədən öncə qazanı isitmək lazımdır. Bu isti halda istifadə olunur. Məhsul tökülür və silinir. Amma yeni belə gözəl bir məhsulumuz var. Bu məhsul soyuq halda. Belə üstündə özünün gəlir və bunu mən indi sizlərlə birlikdə sınayacağım ilk dəfədir və bu soyuq halda vurulur. Baxın belə. Soyuq halda püskürdülür, heç isitməyə ehtiyac yoxdur. Qoxusu da çox gözəldir. Səsi artıq eşidilir. Baxın, çirkin necə də. Necə gözəl təmizlədi. Saniyələr çəkdi püskürdüyümdən. Baxın. Baxın. Necə gözəl məhsuldur. Heç isitməyə də ehtiyac yoxdur. Tabelik masafası. Baxın. Mən divarda heç nə görmüyordum, amma yağ qalıntılarını belə sökərək çıxardır. Gözəl təmizlədi. Nəyini sevdim bu məhsulun? Soyuq halda istifadə olmasına. Normalda o bir məhsulumuzu istifadə edəndə mən qazın bu hissələrini isidirdim, vururdum. Baxın. Amma bunu sırf soyuq halda vurdum, o cəhətini sevdim. Ona görə çox gözəl məhsuldur. Normalda buradakı yağları mən görmürdüm. Bu məhsulu vurandan sonra o yağların rəngi önə çıxdı. Yəni saraldı. Ona görə də görmək olur. Məhsulun bolluğuna düşüb belə gözəl. Baxın, fikir verin. O töklər demişkən, bu şaka mı? Şaka mı bu? Necə gözəl təmizləyir. Baxın xanımlar, soyuq halda belə. Sürtməyə ehtiyac yoxdur. Necə gözəldir.